Hər vaxtınız xeyir, əziz Dalğa FM dinləyiciləri. Dalğa FM-də Kitab Klubu efirdədir. Dalğanın Kitab Klubuna xoş gəldiniz, aparıcınız. Mən Ürfan Məmmədli. Bugün də daha bir qonaqla həmsöhbət olacağım. Qonağım isə kitab müəllifi Ayaz İlyasovdur. Kitab isə belə adlanır: Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt. Ayaz bəy, xoş gəlmisiniz studiyamıza. Xoş gördük Ürfan bəy. Mən çox şadam sizlə bugün söhbət olmağa. Biz iki qat şadıq. Çünki elə dəyərli kitabla hazırda söhbət açırıq ki, yəni həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti tarixini araşdırmaq, xüsusi rəğbət, sevgi bir yana, bir də bizim üçün hələ də üstü açılmayan, sirli qalan və yaxud da ki, araşdırılmayan o qədər maraqlı faktlar var ki, məhz bu faktları bilməklə biz həm bu dövrlə müqayisə apara bilirik, həm o dövrdə yaşayan insanların, həmin o aydınlarımızın hansı çətinliklərdən keçdiyinin, hansı mərhələlərdən keçdiyinin, həyatı necə hiss etdiyinin, o keçmək-keçdiyi yolların necə deyirlər, həmin o faktlarda gizləndiyinin şahidi oluruq. Və elə siz də məhz Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabında bu məsələlərə necə deyirlər, işıq tutmusunuz. Toxunacaq orada maraqlı faktlar, amma mən istərdim ki, burada bir sualla başlayayım ki, bir kitabın ərsəyə gəlməsi üçün insan özü üçün də o şəraitin yaradılması var. Yəni gəlib elə bir vəziyyətə çatırsan ki, elə bir mərhələyə çatırsan ki, düşünürsən ki, səndəki bu informasiyaları, bu məlumatları kitab halına gətirim. Bu sizdə nə zaman baş verdi və proses neçə il və yaxud da ki, neçə ay müddətə sürdü? Çox düz vurğuladınız. Doğrudan kitab yazmaq hansısa bir təcrübənin yığılması nəticəsində baş verir. Düzdür, mən ixtisasla tarixçi deyiləm. Mən Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm, amma həmişə tarixə maraq göstərmişəm, oxumuşam, araşdırmışam və bəlli bir yerdən sonra başlamışam bu haqda onlayn platformalarda yazmağa. Sakit Redaktor Telegram kanalı var, orada yazıram, bir ara podkast eləyirdim. Loru dildə tarix. Hə, Loru dildə belə tarixdən danışıram o Telegram kanalında. Və mənim az saylı izləyicilərim artıq təxminən 2-3 ilə yaxındır ki, oradan məni oxuyurlar. Sonra Sakit Redaktor podkast eləyirdim bir ara. Və sizə deyim ki, belə qəribə bir hissiyat var. Sanki hər adam başa düşür ki, o öləcək. Yəni variantı yoxdur da. Amma hər bir insanın içində də bir istək var ki, o daimi qalsın. Hər adam bunu necəsə bir cürə reallaşdırır da bu daimi qalmaq istəyini. Kimsə məşhur aktyor filmlərə çəkilir, onun filmlərinə, onun illərinə baxırlar. Və səmimi deyim ki, məndə biraz bəlkə o podkast yaratmaq həvəsi onda idi ki, sanki qalıcı bir şey hazırlayım. Niyə görsə o hissiyat biraz azaldı. Bilməm, indi belə fikirləşdim ki, bəlkə YouTube-dakı elədiklərim silinə bilər. YouTube məsəl üçün bir sayt olaraq yox olsa, bütün mənim verdiyimdə danışdıqlarım da yox ola bilər. Məsələn, bir nümunə çəkim. Mən bir vaxtlar çalışdığım televiziya var idi, idman sahəsi üzrə. Orada ölkədə yayımlanan yeganə voleybol verilişi var idi, Qızıl Set. Və sonradan həmin o kanalda, yəni YouTube-la bağlı siyasət dəyişdi və həmin videolar necə deyirlər, YouTube-dan götürüldü və siz dediniz, mənim yadıma bu nümunə düşdü. Yəni heç nə, hər şey sığortalanmayıb nədənsə. Mən amma hiss edirəm ki, məsələn, kitab daimi qalan, qalıcı bir şeydir. Yəni bunu hardan istəyiriksə silsək də bu həmişə qalacaq. İndi biz bu kitabı müxtəlif kitabxanalara verməklə məşğuluq. Təxminən 10-a yaxın universitetin artıq kitabxanasında indi yaxın bir neçə gündə artıq olacaq. Bundan başqa belə dövlət əhəmiyyətli kitabxanalarda bir neçə xarici kitabxanayı da iyanə eləmək istəyirik ki, onlarda qalsın. Yəni açığı bəlkə də bu şuuraltı hardasa qalıcılıq istəyindən də qaynaqlanıb. Həm də elə alınıb ki, mən çox erkən yaşlarına başlamışam Cümhuriyyətin tarixini araşdırmağa, oxumağa həvəskar şəkildə. Bəlkə də hətta sizə deyim 8-9 yaşından köhnə kitablardan oxuyurdum. Aha. Ayaz bəy, mən istəyirəm, baxın, bu kitabın ərsəyə gəlmə müddəti bir balaca toxunaq. Mən elə ona gəlirdim. O sadəcə yəni faktiki olaraq bu kitab 1 il və 1 ildən biraz çox başa gəlib. Amma o 1 ilə çatmaq üçün uzun illər lazım olub ki, mən artıq bir kitab yazmağa başlayanda mən bilirdim ki, mən 100 fakt yox, bəlkə 300 fakt yaza bilərəm. O dərəcədə hələ bir ki yazmaq mümkündür, amma ələ
ürəkdən keçirib də bir 100 fakt halına gətirmək mümkündür. Amma sırf bu indi əlimizdə tutduğumuz bu kitabı desək, nəzərdə tutsaq, sizə deyim ki, təxminən bir il civarında oldu və bu işin daha peşəkar adamları mənə biraz təriflədilər ki, hə bu çox sürətli işdir kitab hazırlamaq üçün. Yəni ideyanın başlamasından təqdimat mərasiminin keçirilməsinə qədər mən deyirəm bir il. Yəni bu təxminən bir 5-6 ay yazı prosesidir. Bir neçə ay, 1-2 ay redaktə, korrektə, sonra burada 25 orijinal illüstrasiya var. Rəssam Elçin Cabbarovun bir-bir onları işləmək prosesi var. Ən asan nəşr prosesidir. Yəni texniki tərəflər olur məncə bu prosesdə. Yox, o da bir ay yaxın vaxt apardı. Yəni digərlərlə müqayisə etsək bir ay belə baxanda daha yaxşı gəlir. Yəni redaktorun süzgəcindən keçirsə əgər bir kitab, xüsusən də o bəzən qəddar redaktorlar olurdu. Onlar deyirlər ki, mütləq hər bir sözə, hər bir cümləyə xüsusi əsasla yanaşır. Əziz dinləyicilərimiz, Dalğanın kitab klubundayıq və qonağımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasovdur. Biz Ayaz bəylə söhbətimizi qısa reklam fasiləsindən sonra davam edəcəyik. Dalğanın kitab klubundayıq. Qonağımız isə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasovdur. Ayaz bəy, baxın, kitabın ərsəyə gəlmə müddətindən danışdıq. Eyni zamanda bunun üçün illərdən bəri çəkilən zəhmət, keçilən bir yol var. Bu haqqda da danışdıq. Amma əlbəttə ki, bu faktları araşdırdıqca sizin özünüz üçün də bu maraqlı faktlar arasında ən maraqlılar da vardır ki, düşünürəm. Sizi təəccübləndirən faktlar hansıları idi? Bax, istərdim ki, onlardan bir neçəsini, yadda qalanları bizə çəkəsiniz. Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının hazırlanması prosesində çoxsaylı Cümhuriyyət qərar və sərəncamları, o vaxtın parlament stenoqramları, həmçinin Azərbaycan qəzetinin müxtəlif nüsxələrindən istifadə etmişəm. Mən Ada Universitetinə təşəkkür etmək istəyirəm ki, onları indiki Latın qrafikalı Azərbaycan dilinə çevirir, o ərəb qrafikalı Azərbaycan dilindən transliterasiya edir və bu vədimdə bizim kimi həvəskar araşdırmacıların işinə çox yarayır ki, Ada Universitetinin sadəcə saytına girib oradan PDF versiyada baxmaq olur həmin qəzetlərdə. Məsəl üçün o qəzetlərdə çox maraqlı bir məqamlar olur. Məni Tofiq Nurəddin Ağayevin bir sıra məqalələri diqqətimi cəlb edir. Elə də tanınmış o adam deyil, Şəkidə yaşamış publisistidir. Amma qəzetin müxtəlif saylarında onun məqalələri var. O Azərbaycanda skaut hərəkatını yaratmaq istəyirdi. Bu siz indi futbol jurnalistikasına məşğul olmusunuz. O deyil, o skaut deyil. Yəni bu aralar Qarabağla bağlı məsələlər gündəmdədir. Bəli. Yəni o futbol skautu deyil. Yəni nə axtarışı idi? Bu skaut da çox uşaqların hərbi və idman oyunlarının belə kompleks yanaşmasından yaranan bir hərəkatdır. Bunu yəqin ki filmlərdə görmüsünüz, həm də son illərdə Azərbaycanda da o uşaqlar arasında skaut hərəkatı genişlənir. Türk dilində buna izçilik deyirlər. Məsələn, Tofiq Nurəddin Ağayev davamlı olaraq məqalələrdə həmin işçilik hərəkatını təbliğ etmək istəyirdi. O bax yerə gəlmişkən o məqalədə yazır ki, futbol və bu kimi deməli oyunlar insanları ağılsız edəcək və maraqlı budur ki, Bəyaz Zambaqlar ölkəsindəki kitabda da məhz elə bu ifadə keçir. O deməli skaut hərəkatını yaradan generalın bir sözlərini misal çəkir. Maraqlı ki, ingilislər futbolu yaradıblar, amma ingilis general da futbola qarşı idi. O onu misal çəkib, deyir ki, o deyir ki, futbol adamı ağılsız eləyəcək, ondan sonra skaut hərəkatını uşaqlar arasında yaymaq lazımdır ki, uşaqlar möhkəm olsunlar fiziki cəhətdən, həm bacarıqlar əldə etsinlər. İndi görmüsünüz ki, onlar müxtəlif düyünlər vururlar, iplərlə və yaxud da nə bilim meşədə sağ qalmaq üçün mübarizə aparırlar. Elə səmtin müəyyən etmə istiqamətində bu oyunları olur. Məsələn, o tipli məqalələri oxuyanda mənə həm də o maraqlı gəlir ki, onlar bəzən bir ifadəni işlədirlər, bir sözü işlədirlər, amma o ifadə indiki mənasını vermir. Başqa cür anlaşıla bilər. Və məsəl üçün həmin o Tofiq Nurəddin Ağayevin məqalələrində deməli Robinson Crusoe müsbət mənada çəkilirdi. Çünki o belə deyim də yaşamaq uğrunda mübarizə aparır və deyim də sağ qalmağı bacarır. Bu da bayaq dediklərimin hələ bir ardını gətirir. Amma Sherlock Holmes-u pisləyir.
Sherlock Holmesu pisləyir və onu zərərli bir deməli personaj sayır. Niyə görə deyirəm ki, adam o vaxtı oxuyan anlayışları oxuyanda indi bəlkə qatışdıra bilər bəzi anlayışları. Məsələn, mənə maraqlı gəldi ki, niyə görə Sherlock Holmesu pisləyir? Yəni burada nə var ki, hansı səbəbə görə? Hansı səbəbə görə və bəzi adamlardan soruşdum ki, məsələn, indi Sherlock Holmes yaxşı əsər sayılır, Conan Doyle yaxşı yazısı sayılır. O vaxt necə idi? Mənə hamı dedi ki, o vaxt da məşhur idi də. Bu heç vaxt pis. Bəs Arthur Conan Doyle-a qarşı bu qərəz idimi, yoxsa mən nə idi? Deyəcəmsə, mən araşdırdım və məlum oldu ki, bu saxta Sherlock Holmes oxuyub və o vaxt ümumiyyətlə Sherlock Holmes personajı məşhur olandan sonra nəinki Conan Doyle, başladı digər yazıçılar da yazmağa, xüsusən Almaniyada bəzi yazıçılar başladılar Sherlock Holmes personajını istismar eləməyə və bu dəhşət çox yayılırdı. Sadə dildə, lore dildə yazıldığına görə digər ölkələr belə deyim də daha çox maraq göstərdilər bu əsərlərə. Amma peşəkar tənqidçi artıq görürdü ki, bu nəsə belə maraqlı əsər deyil də. Amma belə anladığım qədərilə seçə də bilməmişlər ki, bu Conan Doyle-dur yoxsa yox. Sherlockdur da. Yəni obrazın adından istifadə edib başqa müəlliflər əsəri gətirirlər. Bəli, bu Almaniyada çox məşhurdur və yekunda Azərbaycanda da o vaxtı Sherlock Holmesu pisləyirdilər ki, bu nə gündə əsərdir. Yəni uşaqları zəhərləyirsiniz bu əsərlərlə. Bu indiki dövrdə müqayisə eləsə bəzi brendlər var da, onların qeyri-qanuni üsullarla istehsalı və gəlir. Bizdə də məşhur bir ölkənin adını uyğunlaşdıraraq o ifadə də gəlir. Hətta məsələn eski məhsul deyərək belə bir ifadə də geniş yayılmışdı və cəmiyyət bu ifadəni daha yaxşı anlayır və bunun da alternativ izahı nədir? Yəni keyfiyyətsiz məhsul kimi başa düşülürdü. Düzü, sonradan Çin artıq elə inkişaf elədi ki, bu gün bəzi məhsullarda hətta ön sıralardadır. Qayıdaq təzədən Xalq Cümhuriyyətinə. Baxın, siz maraqlı faktlardan birini nümunə çəkdiniz. Bir də yəqin ki, sizi olubmu ki, hansısa fakt məyus etsin? Bunu biləndən sonra deyəsiniz ki, heyf, kaş bax, belə bir hal yaşanmazdı, belə bir fakt yaşanmazdı. İstədim bu haqda da bir balaca bir söhbət edək. Belə məyus edici faktlar daha çox həmin dövrdə Cümhuriyyət xadimlərimizin ümumiyyətlə sosial durumu ilə bağlıdır. Amma həmçinin də adam məyus olanda həm də bir qürur hissi keçirir ki, onlar bu qədər sosial problemlərdən necə başa çıxa biliblər. Yəni siz təsəvvür edin ki, Milli Şura hələ ki Tbilisidə olanda və Azərbaycana hələ ki hökumət gəlməyəndə Türkiyəyə getmək lazım idi bəzi adamların. Onların pulu yox idi bu səfərə çıxmağa. Səhv etmirəmsə Camal bəy borc vermişdi o birisilərə. O da demişdi ki, xahiş edirəm qeyd edin ki, mən ikinci dəfə borc verirəm də sizə. Yəni yəni dəftərçəyə də qeyd etmişlər ki, ikinci dəfə borc verib. Yəni maddi durumları çox çətin idi. Bəzi məsələn nazirlərimiz var ki, Xudadad bəy Məlikəslanov var. Burada onun haqqında yazmışam. O deyir ki, mən Tiflisdə bir xarici nümayəndə ilə görüşməli idim. Amma həmin görüşə getmək üçün mənim uyğun bir geyimim yox idi. Hardansa dost-tanışdan tapıb smoking onu geyinib gedib və biz Xudadad bəyi həmişə dəmiryolçu paltarında görürük, formasında görürük. O bəlli olur ki, səbəb səndə elə müəyyən mənada elə bunlar imiş. Yəni bu Xudadad bəyi bütün şəkillərdə həmin formada görürük. Belə başa düşdüyüm qədərilə onun ikinci normal geyimi yox idi. Halbuki adam 17-ci ildən etibarən vəzifədə idi. Yəni Cümhuriyyət yaranmamışdan əvvəl Cənubi Qafqaziya dövləti yarananda onun da yollar naziri olub. 18-ci ildə bütün demək olar ki, kabinetlərdə iştirak, 5 kabinet olub. Nazirlər kabineti olub. Hamısında nazir postunu tutub, amma adamın pencək almağa pulu yox idi. Bir faktdan mənim diqqətimi çəkdi. Parlamentin sonuncu iclasında kim ağlayıb deyə belə bir sual verilir və orada da Şəfi bəy Rüstəmbəyov, Azərbaycan qəzetinin redaktoru ağlayır. Məhz stenoqramda elə bu cürdə yazıldığını qeyd etmisiniz. Bu isə məhz Azərbaycan parlamentinin artıq Cümhuriyyəti, necə deyirlər, idarəçiliyi bolşeviklərə təhvil verildiyi həmin o sonuncu iclas idi.
parlamentin sonuncu iclasından. Amma eyni zamanda bugünkü dövrlə müqayisə aparıb danışa biləcəyimiz faktların da sayı kifayət qədərdir. Mən indi o oxuduqca qeyd etdiyim hissə var və çalışacağam ki, həmin o hissəni tapım. Amma istərdim ki, mən bunu tapana qədər siz özünüz həmin dövrdə aşkarladığınız, tapdığınız o faktı bu dövrlə müqayisə edib deyəsiniz ki, baxın, indi bunu eləsək, görəsən necə qarşılanır? Məsələn, evlilərin və subayların maaş məsələsi var idi ki, orada 360 rubl məhz evlilərə maaş kəsilmişdi, o qədər verilirdi. 120 rubl ya 130 rubl-da elə onu axtardım, tapa bilmədim subaylara. Ümumiyyətlə sizə deyim ki, o vaxtda maliyyə vəziyyəti olduqca çətin idi. Çünki təsəvvür edin ki, baxın, Rusiya imperiyası dağılıb. Rusiya imperiyasının dağılmasından sonra Rusiyada bir müvəqqəti hökumət yaranıb. Həm köhnə Rus pulları var idi ortada, həm müvəqqəti hökumətin pulları var idi. Yəni Kerenski deyilən, Kerenka deyirlər həmin pullara. Həm ondan sonra Bakının özünün buraxdığı pulları var idi. Həm Bakı Soveti pul buraxmışdı Şaumyanın dövründə. Sonra Cümhuriyyət də gəlib ki, salam elə ki, mən də pulu buraxmışam. Hamısı da keçərlidir. Hamısı da keçərlidir. Aləm deyib bir-birinə və köhnə pulların da dəyəri dayanmadan düşür. Məsələn, mən qəzet elanlarında fikir vermişdim ki, kimsə nəyisə satanda onun pulunu, qiymətini yazmırdı. Çünki qəzet çap olunub səhər tezdən, axşam o pul artıq həminki pul olmaya da bilər və yaxud da ev satırsınız, nə bilim, 100 min məsələn manata və ya da rubla. 2 gündən sonra gələ bilərsən ki, mən 100 min verirəm, alıram evi. O deyəcək ki, yox, məsələn, sən inflyasiya o qədər böyük, mən 150 minə satmalıyam. İqtisadi vəziyyət o vaxt siyasi proseslərdən doğan səbəblər idi əlbəttə ki. Yeri gəlmişkən həmin o hissəni tapdım. Nə üçün Azərbaycan Xalq Cümhuriyyəti dövründə subaylıq, sultanlıq deyildi. Başlıq da məhz belədir və orada sizin icazənizlə o hissəni oxumaq istəyəcəm. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün indiki zamanla müqayisədə qəribə görünən qərarlarından biri 2019-cu il yanvarın 1-də verilmişdi. Yeni ilin ilk günündə əhalinin əmək haqqı artırılmışdı. Maraqlıdır ki, şəxsin subay və ya evli olması onun maaşının artırılmasında həlledici rol oynamışdı. Belə ki, subayların maaşı 120 rubl, ailəli insanların maaşı isə 360 rubl artırılmışdı. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə subaylıq heç də sultanlıq deyildi. Baxın, bu faktı araşdırdıqca evli və subay insanların aralarında hər hansı bir mübahisələrinmi, incikliyin mi, narazılığın mı olduğu faktları çıxdı mı qarşınıza? Elə həmin səhv etməmsə məqalədə də yazmışam. O parlamentin iclaslarında tez-tez müzakirə olunurdu dövlət qulluqçuları maaşı. Onlar başa düşürdülər ki, bu ailəlidirsə bir xanımı da var və bir-iki uşağı da var və dediyim o məqamlar var ki, adam maaş alır, onun dəyəri dayanmadan düşür. Heç olmasa necəsə bu adamları dəstəkləmək üçün onlar çox güman ki, belə deyim də, o prizmadan yanaşmışlar. O prizmadan yanaşmağa çalışmışdılar. O məqalədə hətta dövlət işçilərinin nə qədərinin subay, nə qədərinin evli olması da qeyd olunub və ailə üzvlərini də hesablasaq ümumilikdə söhbət 120 min nəfərdən gedir. Bəli. Belə bir yanaşma var idi. 2 gün qalmış. Dekabr aylarında Ticarət və Sənaye Naziri olub Ağa Əminov. Və Ağa Əminov da o barədə müzakirə edir. Əvvəldə qeyd eləmisiniz. Deməli, 40 min insan çalışırdı Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət işində. Onların 60% ailəli, 40% isə subay idi. Və bu o deməkdir ki, maaşı artanların, yəni 360 rubl alanların sayı daha çox idi. Siz əgər onu, yəni dediyim kimi, qiymətin düşdüyü müddətdə həmin dövlət qulluqçuları biraz təmin olunmasaydı, çox çətin vəziyyət olacaqdı. Orada mən hətta fikir verdiyim qədərilə bəzən maaş artırılması arasında 3 həftə fərq olurdu. Yəni bugün maaşınız artıb, sevinirsiniz ki, o da əladır. Bir həftədən sonra o maaş o qədər inflyasiyaya görə aşağı düşür ki, məcbur 3 həftədən sonra yenidən maaşı qaldırmışdılar. Yəni bu da təbii ki, yeni yaranan bir dövlət üçün həm siyasi prosesləri toparlamağa çalışan, paralel olaraq iqtisadi vəziyyəti düzəltməyə çalışan bir yeni yaranan bir ölkə üçün, bir dövlət üçün çox çətin anlar idi, çox çətin dövrlər idi və elə o çətinliyin də yaşatdığı problemlər var idi ki, sonradan o problemlər məhz bolşeviklərin həmin vaxt Bakıya, Azərbaycana gəlişinə təsir etdi.
Əziz dinləyicilərimiz, Dalğanın Kitab Klubundayıq. Qonağımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasovdur. Kitab hazırda məndədir və bu görüntüdə biz 100 rəqəmini də görürük. Niyə məhz 100 rəqəmi belə işarə olunub? Bu haqda danışacağıq Ayaz bəylə, amma çox qısa reklam fasiləsindən sonra odur ki, bizi dinləməyə davam edin. Dalğanın Kitab Klubundayıq. Bizə yeni qoşulanları salamlayırıq. Bugün qonağımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasovdur. Həm də Ayaz həmkarımdır. Bunu da qeyd edək dinləyicilərimizə. Və hazırda İctimai Radionun baş redaktorudur. Yeri gəlmişkən Ayaz bəy, baxın, həm kitab, paralel olaraq iş, bütün bunlar həqiqətən də etiraf edək ki, insanın vaxtını alan proseslərdir. Paralel olaraq biz indi Xalq Cümhuriyyəti dövründə insanların çalışaraq, yəni həm güzaranı nizama qoymalısan, paralel olaraq da yaxşı işlər görmək istəyirsən və gəlin etiraf edək ki, kitab mənim üçün müqəddəs bir işdir. Əgər bir insan kitab ərsəyə gətirirsə və xüsusilə də həmin o kitabın cəmiyyətə faydası böyükdürsə, milli mənəvi dəyərlərimizin, tariximizin yaşadılmasına xidmət edirsə, bu 2 qat dəyərlidir. Puldan danışırdıq bayaq və avtomatik olaraq kitabın bu üz qabağında gördüyümüz o 100 rəqəmi mənim diqqətimi çəkdi. 100 rəqəmini niyə məhz belə işarə olunduğunu kitabda qeyd etmisiniz, amma mən istərdim elə siz bizim Dalğanın Kitab Klubunda canlı efirimizdə bunu siz səsləndirəsiniz ki, rəqəmlər niyə məhz belə idi? Bunun səbəbi nə idi? İndi bizi dinləyən dinləyicilərimiz yəqin ki, bunu təsviri görmürlər. İndi YouTube-dan yerləşdəndə artıq izləyəcəklər. Burada bir rəqəmi biraz bir qılınca oxşayır. Digər deməli 2 dənə 0 rəqəmi isə ədədi isə belə daha çox kvadrat deyim buna, yoxsa bir romb deyim buna. Romba daha çox oxşayır. Səbəb isə o idi ki, biz bir orijinal bir həll tapmağa çalışırdıq ki, sadəcə yəni bizim indi anladığımız 1 və 0 yazıb 100 ədədini əmələ gətirməyək. Ona görə də o dövrə baxmağa çalışdıq ki, o dövrdə insanlar necə yazırdılar və köhnə əlifbamıza istinad etdik. Əski Azərbaycan əlifbasında. Əski Azərbaycan əlifbasına istinad etdik və fikir verdik ki, o vaxtın 100 manatında və yaxud da 100 rublun da hər ikisi işlədirdi o ifadələrdən. 100 ədədi biraz fərqli yazılmışdı. Çox belə maraqlı şəkildə dizayn edilmişdi. Bir sanki qılınca oxşayır. Bəli, o qulaq hissəsində o görürük ki, 2 dənə 0 isə sanki bir fiquru xatırladır. Yeri gəlmişkən 2 dildə də var. 100 rubledə yazılıb, yəni rus dilində də yazılıb orada və əski Azərbaycan əlifbasında da yazı var idi. Hər iki rəqəmlərdə də var. Həm 100 rəqəmi də sol tərəfdə görürük, bu tərəfdə də həmin o rəqəmli əlifbaya uyğun olaraq rəqəmlərdə əksini tapıb. Bəli. Bilirsiniz, o dövrdə, yəni deyim kimi, Rusiya imperiyası yenicə dağılmışdı deyənə, insanlar uzun illər rubl sözünü eşidiblər, insanlar uzun illər ruslar yazan kimi yazmağı öyrəşiblər. Ona görə də birbaşa keçid bir çoxu üçün anlaşılmaz ola bilərdi. Məhz bu səbəbdəndir ki, pulun üstündə həm də rubl sözü var, həm də belə deyim də əski əlifba ilə yox, Avropa tərzində də yazı var. Biz bunu sonradan müstəqillik illərində də yəni canlı şahid olduq. Yəqin ki, siz də xatırlayırsınız, Kiril əlifbası ilə nəşr olunan qəzetlər var idi, kitablar var idi. Birdən-birə biz də keçmədik axı. Yəni çünki illərdir kitab oxuyan, məsələn 50 yaşında, 55 yaşında bir vətəndaş illərdir Kiril əlifbası ilə bir kitab oxuyur, qəzeti oxuyur. Bir günün içərisində onu latın əlifbasına keçirmək həm o kitabı, qəzeti nəşr edən əməkdaşlar üçün çətinlik yaradacaq, nəşriyyat üçün çətinlik yaradacaq. Eyni zamanda böyük oxucu auditoriyasının itirilməsi deməkdir. Bu zamanla görülməli işlərdir. Qazaxıstanda məsələn neçə illərdir keçməyə çalışırlar latıncaya. Nəsə elə də yaxşı alınmır. Çünki cəmaət öyrəşib kirillicə oxumağı və proseslər çox uzanır. Bizdə yadımdan səhv qalmayıbsa 2001-ci ildə həddindən artıq çox latın qrafikasına Azərbaycan kitabları başlandı çap olmağa. Ondan sonra təbii ki, məktəblərdə də uşaqların latın dilində oxuması buna təsir elədi, amma kütləvi nəşrlər oldu, bəli. Amma Cümhuriyyət dövründə düzdür məktəblər milliləşdirilmişdi. Artıq Azərbaycan dilini dərs
keçirdilər. Amma müəllimlərin çoxusu ya rus idi, ya başqa millətlərin nümayəndələri idi. Məsələn, Bakı Dövlət Universitetinin fəaliyyətində baxsaq, orada əksərən rus və yaxud da başqa xarici millətin nümayəndə. İlk rektor Razumovski xaricdən gətirmişdilər. Yəni öz istədiyim o maraqlı bir hekayəsi də var Bakı Dövlət Universitetinin yaradılmasının. İş orasındadır ki, Zaqafqaziya dövlətində təhsil naziri Fətəli xan Xoyski idi və ona belə bir təklif yaranmışdı ki, universitet yaradılsın bu Zaqafqaziyada. Özü Tiflisdə yaradılmaq. Tiflisdə yaratmaq istəyirlər. Amma o da dedi ki, Tiflisdə artıq bir texnikon var. İkinci bir belə ali təhsil müəssisəsi bəlkə Bakıda olsun və bəlkə də Razumovski ilə bu işə cəlb etmişdi və məhz onun təşəbbüsü ilə belə Bakı Dövlət Universiteti yaradılmışdı. Əslində o dövrə baxanda Ayaz bəy, baxın, biz Qori müəllimlər seminariyasından tutmuş, üzü bəri bir neçə təhsil müəssisələrinin, xüsusilə də Tiflis və Gürcüstan, indiki Gürcüstanı götürsək və o vaxt Gürcüstanda da həmçinin o hissələrdə daha çox istəkli olduqlarını görürdük. Çünki Zaqafqaziyanın mərkəzi bir çox hallarda ora götürülürdü. Bəli, Bakı orada müəyyən mənada ən dövlətli şəhər kimi status qazanmışdı. Burada Bakı milyonçularının, eyni zamanda neftə görə ora gələn əcnəbilərin, Avropalıların da sayısını bu təsir göstərmişdi. Amma siyasi mərkəz Tiflis olduğuna görə sanki ora meyl salınırdı və Fətəli xan Xoyskinin bu ideyanı Bakı istiqamətinə yönəltməsi bir neçə ildən sonra və yaxud da bir neçə aydan sonra artıq öz bəhrəsini verdi. Təxminən bir ildən sonra artıq Cümhuriyyət yarananda başlandı müzakirələr aparmağa və parlamentdə çox belə gərgin müzakirələr getdi. Bəziləri deyirdi ki, uşaqlarımızı elə Avropaya göndərək oxumağa. Burada sadə həll yolu. Hə, nəyə lazımdır bu universitet yaradılmasının? Rəsulzadə isə dedi ki, göndərmək istəyirsiniz, əla da göndərək, amma burada da universitet yaradılsın. Və Rəsulzadə o ideyanın əsas təşviqatçılarından biri oldu və çox gərgin müzakirələrin nəticəsində qərar qəbul olundu ki, Bakı Dövlət Universiteti yaradılsın və hətta deyimsə özü də dərs deməyə başladı Bakı Dövlət Universitetində. Bəzi deputatlar belə şübhəli yanaşırdılar ki, bəs xaricdən gəlmiş müəllimlər bizim uşaqlara dərs deyəcək. Bu nə qədər belə deyim də Azərbaycançılıq təfəkkürünün yaranmasına səbəb olacaqmı, olmayacaq şübhə yaradırdılar. Amma Rəsulzadə o ideyanı yedirdi ki, əsas odur yaransın bu universitet, sonrası artıq rahat olacaq. Yeri gəlmişkən o sonrasını düşünmə hissəsində xaricə təhsil almağa göndərilən bizim o gənclərimiz var idi ki, onların da daha sonradan qayıtdıqdan sonra təkcə dövlət qurumlarında ölkədə çalışması, yəni vəzifə tutaraq çalışması hədəf deyildi. Onlar eyni zamanda həmin o ixtisasları üzrə, təhsil aldıqları ixtisasları üzrə universitetlərdə müəllim çalışacaqdılar və öyrədəcəkdilər. Müəyyən mənada həmin o perspektivi, gələcəyi bu istiqamətdə düşünərək həmin o addımlar atılmışdı. Bakı öyrətdən söz düşmüşkən, gəlin o zaman bu istiqaməti də toxunaq da. Bugün həftənin birinci günü olur. İndi cümə günüdür təbii ki, 5-ci gün, amma həftənin birinci günü olur, dərslər başlayır. Bəs Bakı Dövlət Universitetində ilk dəfə tədris həftənin hansı günündə başlamışdı və niyə? Bu məqam çox maraqlı bir faktdır. Məsələn, indi Cümhuriyyət dövrünün ənənəsi ilə getsəydik, biz yəqin ki, verilişimizi bu gün aparmayacaqdıq, başqa gün istirahət günü olacaq. Çünki bu gün o 5-ci gün cümə günü həmin vaxtı istirahət günü idi. Uyğun olaraq ilk iş günü də şənbə günü idi. Ona görə də Bakı Dövlət Universitetinin 18-ci ilin noyabrında, sentyabrın təsis olunub, amma noyabrın dərsləri başlayıb. Məhz şənbə günü dərslərə başlamışdı. Milli dövlətimiz o vaxtı müəyyən xırda məqamlar var ki, onları Azərbaycanlaşdırmağa çalışırdı. Yəni uzun illər bizdə bazar günü qeyri iş günü sayılırdı, amma artıq hakimiyyət Azərbaycanlıların əlinə keçəndən sonra onlar bəzi ənənələrə dəyişməyə çalışdılar. Bununla yanaşı mən sizə deyim ki, digər dinlərin nümayəndələrinə qarşı da, yəni daşıyıcılarına qarşı da olduqca tolerant yanaşırdılar. Hətta mənə məsələsi maraqlı gəldi ki, Pasxa və Milad bayramlarında xristianlar işə gəlməyə də bilərdi. Xristian uşaqları məktəbə gəlməyə bilərdi. Konkret günlər yazılmışdı ki, hansı günlər Pasxanın günlərinə düşür. O vaxtı biraz daha çox idi, dini bayramlar biraz uzun idi.
qeyd olunmuşdu Nazirlər Kabinetinin qərarında ki, bu günlər Pasxa günüdür, dərs yoxdur. Ya dekabrın sonunda da Bu azadlığı onlara vermişdi. 25-də 26-sı belə katoliklər gəlməyə bilərdi, pravoslavların hansı günlərsə gəlməyə bilərdi və çox belə tolerant yanaşırdı. Yəni biz indi deyəndə ki, cümə günü istirahət günü idi, bizi dinləyicilər elə anlamasın ki, belə deyim, ancaq İslami qaydalarla idarə olunurdu. Yox, yəni belə hamıya qarşı bir belə deyim hətta maaş artırılmasında da, mükafatların verilməsində də bu özünü göstərirdi ki, ədalətli yanaşma sərgiləyirdilər. bəli, bəli. Əziz bəy, mən istəyirəm Cümhuriyyət dövrünün tarixi ilə bağlı maraqlı faktlara toxunuruq. Amma bu faktların arasında görəsən bizim dövrümüzlə müqayisə eləsək, hansı mübahisəyə səbəb olar? Məsələn, bir qədər əvvəl dediyimiz həmin o evlilərə və subaylara maaşların verilməsinə 120 rubl subaylara, 360 rubl isə evlilərə verilən həmin o maaşlar məsələsinə. Və oxuduqca mənim özümdə bu sual yarandı. Öz özlüyümə də düşündüm. Görəsən bu gün bunu tətbiq etsələr, hansısa bir müəssisədə və ya hansısa bir dövlət qurumunda bu necə reaksiya edər? Biz istənilən tarixi hadisəyə o dövrün prizmasından yanaşmalıyıq. Təbii ki. Tutaq ki, ən böyük mübahisə doğuran şeylərdən biri İrəvanın verilməsi anlayışıdır. Bu anlayış sizin o dediyiniz o maaşın yanında təbii ki, tamamilə. Yəni çox fərqlənir. Bundan illərdir danışılır, müzakirələr olunur. İnsanlar o dövrə bir qayıdıb, o insanların yerində oturub qərar vermək lazımdır. Yəni siz təsəvvür ki, Rusiya imperiyası dağılıb, ortada heç nə yoxdur da, yəni boşluqdur. Həmin dövrdəki xanımlar müəssisələrdə çalışmırdılar çox. Yəni indiki dövrlə müqayisə eləsə, indi elə bir dövrdür ki, bəy və xanım hər ikisi demək olar ki, səhər tutaq gedir işə, axşam gəlir. Yəni bərabər hüquqludurlar. O vaxt da bərabər hüquq var idi. Yəni Şərqin ilk xanıma seçim azadlığını verən Xalq Cümhuriyyətindən gedir söhbət. Sadəcə olaraq iş mühiti, iş sayı, iqtisadi cəhətdən yaradılan şərait bunlar həmin o problemlərə gətirən səbəb idi. Yəni mən nə demək istəyirəm? İrəvanın verilməsi anlayışı var. Əslində nə bizim idi ki, nə verək. Yəni ortada bir torpaq sahəsi var idi. Kim hansı hissəni bacarırdısa əlində saxlamağa çalışırdı. Qoruya bilirdi. Bəli. Yəni siz təsəvvür edin ki, o vaxt heç Bakı bizim əlimizdə deyildi. Yəni biz elan etmişik müstəqilliyi Tiflisdə. Bakı daşnaqların və bolşeviklərin əlindədir. 1918-ci il 15 sentyabr tarixinə qədər. Hə, yəni biz hələ birinci fikrimiz odur ki, Rəsulzadə orada sanki Bakını Qartala və onun başını Bakıya bənzətmişdi. Deyir ki, biz başsız qala bilərik də onu itirsək və bu anda İrəvanı saxlamaq ümumiyyətlə mümkün deyildi də. Yəni ona görə siz deyirsiniz ki, o vaxtki prizma. Yəni biz o vaxtki yerə qayıdıb, o bayaq dedim ki, adamın pulu yox idi ki, getsin İstanbulda danışıqlar aparsın. Və dövlət məmurudur. Digər həmkarından borc alırdı. O da dedi ki, sən can gələndə qaytararsan, mənim də pulum yoxdur. Yəni bu şəraitdə adamların dövləti qoruyub saxlaması unikal bir hadisədir. Mən sizə bir dənə səmimi şey deyim, tam hamısını oxuyub qutarandan sonra adamda o təəssürat yaranır ki, bizim o vaxt dövlət yaratmamağımız ehtimalı daha çox idi, nəinki yaratmağımız. Yəni yaratmağımız böyük bir zəhmət, eyni zamanda bir möcüzə kimi hesab olunur. Yəni möcüzə idi, həm də insanların kolossal əməyi idi ki, biz onu qoruyub saxlaya bilmişik də. Məsələn bizə hələ gələ bilər indiki dövrdən baxanda, türklər gəldilər, Qafqaz İslam ordusu gəldi, hey, getdilər Bakını tutdular, azad edildilər. Amma belə deyildi. Yəni Bakı Sovetinin ordusu kifayət qədər güclü ordu idi. Yəni Qafqaz, hətta sizə deyim ki, soyqırım olandan sonra 1917-ci ilin aprelində, bu çox da işləməyən faktdır, Dağıstandan bizə kömək gəlmişdi ki, bizim ziyalılar məktub göndərmişdilər ki, bizi qırırlar, kömək edin. Apreldə kömək gəlmişdi bizə. Bakı Sovet ordusu onları məğlub eləmişdi, hətta gedib Dağıstanı tutmuşdu bir hissəsini. Yəni bu dərəcədə qüvvələri var idi. Hə. Aziz bəy, təşəkkür edirəm sizə. Təbii ki, bilirəm bu kitab haqqında, Azərbaycan Xalq Cümhuriyyətinin barəsində, o dövrdə baş verən faktlar, baş verən hadisələr haqqında nəinki saatlarla, günlərlə, illərlə danışmaq mümkündür ki, hər zaman da danışılmalıdır. Və bir oxucu olaraq təşəkkür edirəm sizə ki, belə maraqlı faktlarla bizi, oxucularımızı, necə deyirlər, bu kitabla qovuşdurmusunuz. Uğurlar arzu edirəm. Hədəfləriniz varmı? Növbəti kitablar olacaqmı?
son dəqiqəmizi istədiyi bu məqama da toxunaq. Bəli, yəni biz araşdırmalara davam etdiririk. İndi bu təbii ki, 1-2 ayın məsələsi deyil, biraz illər lazımdır, bunu bir neçə il lazımdır. Başqa istiqamətdə də bir-iki proyektimiz var, o da bir nəşr halında olacaq. Hələ ki bu kitabın həzzini yaşayırsınız da, yəni bu kitabın təbriklərini alırsınız, xoş sözlərini alırsınız. Davam etdirmək də fikrindəyik və əgər oxucumuz məhz bu formatda, məhz bu dildə qəbul etsə mətnləri, kontenti, təbii ki, bunu davam etdirmək fikrindəyəm. Uğurlar arzu edirik sizə. Əziz dinləyicilərimiz, Dalğanın Kitab Klubunda qonağımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasov idi. Biz isə gələn həftə eyni vaxtda yenidən sizinlə görüşəcəyik. Özünüzdən müğayət olun.